Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İmam Səccad əleyhissalamın münacat-ı xəmsə əşərindən birinci münacat-ı taibini oxuyurduq. Bu hissəsində də Həzrət buyurur ki, İlahi, əntəlləzi fətəhdə və ibadikə babən ilə əffik səmməytəhud tövbə. Allah, sən bir varlıqsan ki, öz bəndələri üçün əffivə və bağışlamağa bir qapı açmısan, bəndələrin üzərinə bir əff və rəhmət qapısı açmısan, adını da qoymusan tövbə, səmməytəhud tövbə. Adını o qapının tövbə qapısı qoymusan. Fəqultə tubu iləllahi tövbətən nəsuha. Özün də demisən ki, qaydın Allahın tərəfinə özdə tam şəkildə, nəsuha, yəni tam şəkildə heç bir içərisində qarşılığı olmadan ki, Təhrim surəsinin 8-ci ayəsidir. Tubu iləllahi tövbətən nəsuha. Tam şəkildə Allahın tərəfinə qayıdın, tövbə eləyin. Fəma uzru mən əxfələ duxuləl babı bədə fəthihi. Allah, onda o qapı açılandan sonra qəflət eləyənin üzrü nədir? Çox əcib bir söz deyir Həzrət. İnsanın təkan verir insana bu. İnsanı bir növ ayıldır, silkələyir. Deyir, özün bir dənə qapı açmısan, əffi qapısı, adın qoymusan, tövbə qapısı. Bu yandan da əmr eləmsən, tubu ilallah, Allaha tərəf qaydın, tövbə elin. Ardıcan Həzrət buyurur ki, Allah, birdən indi biri qəflət elədi, bilmədi, ötürdü, o qapıdan daxil ola bilmədi. Onda o nə üzr gətirsin sənin dərgahı o. Fəma uzru mən əğfələ duxuləl bab bədə fəthi. O qapı açılandan sonra o qapıya daxil olanın, ola bilməyənin ki, qəflətdə olub, bilməyib, bəndədir də çaşıb, o qapıya daxil olmayıb, onda o nə üzr gətirsin sənin dərgahı o. O qapıya daxil olmamağı nəylə tələfi eləsin, ziyanın nəylə ödəsin. İlahi imkanə qəbuhəzzən bu min əbdik fəliyəhsunul əffu min indik. Allah, baxmayaraq ki, bəndə tərəfindən günah eləmək çox pisdir, məlumdur, bəndənin günah eləməyi pisdir, bəndənin Allah dərgahından uzaqlaşmağı pisdir, bəndənin Allaha cürət eləməyi pisdir, qəbihdir, bilirik, bəndə üzü qaradır, əli boşdur, günahkardır. Bu şeylərin hamısının pisliyini bilirik. Fəliyəhsunul əffu min indik. Amma Allah sənin tərəfindən də əff eləmək yaxşılıqdır axı. Sən özün də əhl-i təqva vəl məğfirəhsən, bağışlayansan, yaxşılıq eləyənsən. Sən indi bəndə ilə müqabilə bir misl eləməyəcəksən ki, bəndənin bu işi görməyi pisdir. Amma bunu yəqinən bilirik ki, sənin bu yaxşılıq eləməyin, əff eləməyin yaxşıdır. İndi bəndə pislik eləyir, ya sən yaxşılıq elə. Fəliyəhsunu əffu min indik. Sənin tərəfindən əff özü bir ehsandır. Sən Həzrət demək istəyir ki, bəndə pisdir, pisliyindədir. Amma sən ki, yaxşısan, elə yaxşılığında qal. İlahi, ma ənə bi əvvəli mən əsakə fətubtə əleyhi. Allah, birinci adam mən deyirəm ki, neyniyəm, günah eləyəm sənə, sən də ona bağışlayasan. Yəni, bir var, baxın, bir nəfər işində, vəzifəsində, tədbirində və müdiriyyətində belədir ki, heç bir səhvdən keçmir, heç kimin xətasını bağışlamır, heç kimə keçəcək eləmir. Nə də qanunu elə ona da əməl edir. Ona bir nəfər durub desə ki, hə, bu işdə mənə irfaq elə, mənə bağışla, o deyər ki, heç kimi bu məsələdə bağışlamamışam, səni də bağışlamayacam. Amma Allah belə deyil. Həzrət buyurur ki, İlahi, ma ənə bi əvvəli mən əsakə fətubdə əleyh. Allah, birinci adam deyirəm ki, sənə günah eləyəm, sən də məni bağışlayasan.
Nə qədər adamlar günah eləyib ki, sən onların hamısını bağışlamısan. Və təərrəzə li mərufikə fəcuddə əleyhi. Nə qədər adamlar eraz eləyiblər bu yaxşı işlərdən, amma yenə sən gedib tapırsan onu. Yenə rəhmətindən ona şamil olub. Ya mucibəl muztərri, ya kaşifəzzur, ya əziməl bir. Sən o Allahsan ki, istirarda olanların, çətinliklərdə olanların hamısına cavab vermirsən. Əmmən yücibul mustərrə izadə ahu və yəkşifussu. Kimdir o şəxs ki, istirarda olanların hamısı çağırıb, o da cavab verib və yəkşifussu və bütün çətinliklərin hamısını açıb asan eləyib. Bu sənin xasiyyətin. Əli əleyhissalam Kummeyl duasında deyir ki, bu sənin sabiqöndə, keçmişində həmişə olub ki, günahları bağışlayasan. Amma gəlib burada məni bağışlamayasan, vələl mərufu min fəzlik. Sənin fəzilətində bu məşhur deyir. Sənin işin belə məşhurlaşmayıb ki, sən bağışlamayasan. Məşhur budur ki, sən bağışlamısan. Ya kaşifəzzur, ey bütün çətinlikləri kəşf eləyib açan. Ya əziməl bir, ey ən böyük, ən əzəmətli ehsan eləyən, əziməl bir, ən yaxşı, yaxşılığın Allah Teala yaxşılıq eləyənin ən əzəmətlisidir. Niyə görə Allah Teala yaxşılıq eləyənin ən əzəmətlisidir? Çünki bu elədiyi yaxşılığın müqabilində heç nə istəmir və şərti yaxşılıq eləmir. Mütləq şəkildə bağışladı elə bağışlayır. Heç izin də qoymur qalmağa, ləkəsini də qoymur qalmağa. Ya əlimən bima fi sirr. Sən o Allahsan ki, bütün gizlilikdə olanların hamısını bilirsən. Ya cəmilə sitr. Ey gözəl səttar. İnsanlar da eybi örtəndir. İnsanlara da səttar demiyorlar. Amma insanların eyb örtmələri müqəyyətdir, bir həddidədir. Amma cəmilə sitr Allaha məxsusdur. O ki, gözəl satirdir. Elə gözəlliklə örtür. Görürsən, məsələn, paltar var. Adama yaraşır, paltar da var, bahalıdır, gözəldir, əla tikilib, qəşəkdir, nə bilim, moddur. Amma görürsən, bir nəfər geyir, o sətr, o satir yaraşmır ona. Amma Allah kimi əfv eləyib, kimi bağışlayıb, kimin eyblərini üstünü örtüb, elə gözəl örtüb ki, ona cəmilə sitri deyirlər. Məsələn, duaların birində var, ya həsənət təcavüz. Həsənət təcavüz, yəni gözəl surətdə keçən, gözəl surətdə əfv eləyən, bağışlayan. Mən də bağışlayıram, amma elə bağışlayıram ki, bağışlamasam ondan yaxşıdır. Amma Allah həsənət təcavüzdür. Həzrət də buyurdu ki, cəmilə sitr. İstəşfə'tu bicudikə və kərəmikə eləyik. Mən sənin kərəmivə və sənin səxavətindən şəfaat eləyirəm. Və təvəssəltü bi canibikə və sənin dərgahına təvəssül eləyirəm və tərəhhümikə lədeyk və sənin yanında olan o rəhmətə təvəssül eləyirəm. Fəstəcib duayı, mənim dualarımı eşitcinən və la tüxəyyib fikə rəcayı, ümidimi qırmacınən, məni məyus eləməcinən. Özün demsən ki, la təyyəsu min rauhillah, Allahın rəhmətindən məyus olmun. Ən böyük günah özün demsən ki, Allahın rəhmətindən məyus olmaqdır. Məni rəhmətindən ümidimi məyus eləmə və təqəbbəl tövbəti, tövbələrimi də qəbul elə və kəffir xətiyyəti, xətalarımı da kəffir, yəni yucuna bağışlamaq, təkfir ayrıdır, bağışlamaq, kəffir, yəni yu aparcına heç izi də qalmasın. Bimənnikə və rəhmətikə, öz rəhməti ilə və öz lütfü ilə, ya ərhəmər rahimin, ey tamam rəhm eləyənlərin hamısından artıq rəhm eləyən, amin, ya Rəbbəl aləmin, və səlamu aleykum və rəhmətullah və bərəkət.